Əgər sən də işləməkdən və dünyadan yorulmusansa, İlahiyyatçı Rüfət Qarayevin İncilər, Elmin Qapısı və Mənəvi Səyahət kitabını elə indi İsra Nəşriyyatdan sifariş et. İstədiyin ünvana çatdırılsın. Rəbbimizin 99 adından başqa adı var. Bəli, Rəbbimizin 99 adından başqa da adı var ki, ona 100-cü adı İsmi Əzəm sayılır, hansı adı bilmirik və digər tərəfdən Rəbbimizin 1001 adı da olduğu bildirilir. 1000 dərd var, 1001 dərman, bəzən 1000 dərdimizə 1000 dərman edilir. O 1001-ci dərman da Allahın özüdür ki, o dərdlərimizə dərman olmuş olur. Önəmli olan biz Rəbbimizi Allah olaraq, Rəbb olaraq tanıyıb və o isimlərinin də şəmsiyyəsi altına daxil olmaqdır ki, Uca Rəbbimizin hansı isminə yönəlsək, o ismin gözəlliklərinin cazibəsi bizi mütləq mənada öz əhatəsinə alacaqdır.